İran-ABŞ qarşıdurması hara çatdı? Müzakirələr niyə başdan başlayır və əsas məsələ və arxa pərdəsi nədir? Salam əziz izləyicilər, Bulaq TV-də üz-üzə podkastında bir daha sizləri xoş gördük. Bu günləri İran-ABŞ qarşıdurması və müzakirələrin və danışıqların başlaması haqqında təhlil və araşdırma aparacağıq. İnşallah izləyərsiniz. Mən də öz növbəmdə hər birinizi salamlayıram. İstəsənlər sən başlayarsan, necə oldu ki, bu qarşıdurma ki, ekspertlərin böyük əksəriyyəti müharibənin baş verməsini %100 bilirdilər, amma bu gün görürük ki, müzakirələr başlayır və müzakirələr necə oldu ki, başladı və niyə gəlib bu yerə çatdı? Öz qeydləri inşallah buyurarsın. Bəli, təşəkkür edirəm. Deməli, mən sözümə bir məsələ ilə başlamaq istəyirəm. Trumpın belə deyək, ticarətin yolları kitabın haqqında mən eşitdim. Özüm alıb mütaliə eləməmişəm, amma zahirən ingilis versiyası və fars dilinə tərcümə olunan versiyası da var. Mən ekspertlərdən birindən eşitdim. O kitabdan bir sitat gətirdi, xoşuma gəldi. Ki, niyə görə xoşuma gəldi? Çünki eyni Trumpın reallığını göstərir. Bilirsən də insanların, tarix boyu şairlər falan, yazıçıların hamısının şəxsiyyəti qələmində görünür, ruhiyyəsi qələmində görünür. Və yaxud da danışanların da adətən görünür. Trump o kitabda bir sitat gətirir, ticarətin yolları baxımından ümumi şəkildə belə bir oyundan danışır. Bəzi görürsən, bazara gedirsən, alverçilər olur. Hətta ticarətçilər müqəddəs işlə məşğuldurlar və çox əqidəli ticarətçilərimiz də var. Amma adətən bəzi ticarətçilər şeytanı bazara gətirir də, maksimum qiymətlə istəyir müamiləni, ticarəti başlasın və müxtəlif yollara baş vurur. Müxtəlif formalarda bəzək-düzək. O, yenə də qayıdırsan, bir sözüm var, o çox mənim elə özümün də qəlbimin sözdür və özüm bəzi çıxışlarda ona toxunmuşam. Zərzur məsələsi ticarətdə çoxdur. Ya qorxutmaq, ya filan, tamahlandırmaq. Trump orada buna toxunur. Trump toxunur ki, necə qarşı tərəfi ticarət masasına oturtmaq və ticarətdə qarşı tərəfə necə psixoloji təsirlər göstərmək. Ümumi şəkildə toxunduğu gedişat budur. Mən istəmirəm çox prosedurasını təqdim edəyəm. Ümumi gedişatı ilə desək məlum olur. Buna toxunur ki, paradoksal rəftar elə. Gah dəli kimi görün, gah ağıllı kimi görün, gah nala vur, gah mıxa vur. Niyə? Çünki qarşı tərəfdə psixoloji gic olma halı yaşansın və psixologiyada da və insan yaradılışın fəlsəfəsi də budur ki, bugün fizik alimləri, doktorlar, həkimlər bunlar təsdiq edirlər ki, bunu təcrübələr aparıb ki və hətta İbn Sina'dan bu tərəfə bizim fəlsəfədə də bu bəhs olunur ki, insanın zehninin 3 hissəsi, yəni bu başın 3 hissəsi. Burada hissə müştərək deyərlər fəlsəfə aləmində, amma tibbdə bunu sübut edib. Yəni, xəyallar filan hamısı toplaşır ora. Ondan sonra mərhələlər keçir, 3-cü hissədə təhlil, belə deyək də, təciyə təhlil deyirlər. Təhlil edirsən məsələləri, sonra qərar verirsən. Əgər qarşı tərəf səni gic halına sala bildirsə, nokaut halına sala bildirsə, sənin bu xəyalların qarışır. Sonraki mərhələlərdə sən düzgün stres, məsələn, stres halı ya qəzəb halında düzgün qərar verə bilmirsən. Trump, bu ki deyirik müzakirələr məsələsi, Trump pərdə arxasında olanların bugün dünyaya Amerika çehrəsi adı altında və qarşı tərəfi ticarət bildiyi, müzakirə adı altında ticarət bildiyi bir prosedurada dünyaya sunduğu, belə deyək, təqdim elədiyi bir adamdır. Trump bunu edirdi. Görürsən, 5 dəqiqə öncə bunu deyir, 5 dəqiqə sonra fikri dəyişir, sonra ayrı söz deyir, ayrı söz deyir, ayrı söz deyir. Həmin o, öz kitabında dediyini təqdim edir. Yəni, Trump əslində hər bir yerdə öz mənafeyini, məxsusən də ticari və iqtisadi mənafeyini güdən adam olduğuna görə və buna pərdə arxası qurumlar da bildiyinə görə bunu atıblar dünyanın önünə. Amma Trumpın bu müzakirəyə də belə baxması, bax, gəmilər gətirdi.
donanmalar gətirdi, nə bilim, təyyarə daşıyıcı gəmilər gətirdi, 10-11 təqribən sayda. Gördü yox, həmin o ticarət üsulundan istədi istifadə eləsin, qarşı tərəfi gic eləsin, İran daxilində məxsusən psixoloji gərginlik saxlasın, insanlar hey düşünsün. Nə İran daxilində təkcə deyil, bütün bölgəmizdə hamının verdiyi sual, səhər açılır, axşam bağlanır, verdiyi sual budur, müharibə olacaq, yoxsa olmayacaq. Və sən də gözəl bir məsələyə toxundun ki, bəli, ekspertlər və əksəriyyəti ki, dünyada bu xəbəri yayırlar ki, ay müharibə olacaq, amma əlbəttə hər kəs bulandıq sudan öz balığını da tutmaq istəyir ki, bu üçün həyəcanla insanlar yaşatmaq lazımdır, keçici həyəcanla. Trump bu işi gördü, amma yanlış hesablaması yenə orada oldu ki, elə bildi ki, məxsusən də Venezuela məsələsinin şousunu göstərəndən sonra, çünki biz bilirik ki, Venezuelada heç bir hökumət dəyişikliyi olmadı ki, əksinə lap pis olub. İndi, amma o bəlkə də bilirdi o olmayacaq. Sadəcə o şounu göstərməklə müqəddiməni qoydu ki, İran daxilində də bəzi ruhiyyəsi zəif olan qərb yönümlülərin də vasitəsilə bu ticarət metodikasını göstərsin. Götürdü donanmalarını yığdı bura, gördü yox. Oxu daşa dəydi. Amma burada bir söz soruşdun, müzakirələr nə yerə çatıb? Mühüm nöqtəyə burada diqqət eləmək lazımdır. İranın hərbi gücü, çəkindiricilik gücü onu qorxutdusa da, məncə 50% bu səbəb oldu ki, və biz deyirdik ki, 100%-ə yaxın mənim şəxsi nəzərim idi ki, müharibə olmayacaq. 1% qoyurdum ki, ola bilər də insandır, başı qaçdı. Amma nəzərimiz bir idi ki, olmayacaq. Buna görə bizim nəzərimiz bu idi ki, və görünür də bugün meydanda ki, 50% belə deyək, çəkindiricilik gücü qorxutdu. Və ikinci ünsür nizami hərbi baxımdan 12 günlükdən öncə son kartlarını açdılar. Bir dənə əllərində qəfilləmə taktikası qalmışdı ki, o qəfilləmə taktikası da yoxdur və hərbi gücü də bunları qorxutdu deyə. Amma məncə Trump'ın oxu daha çox harda daşa dəyir? Sinxronizasiya var. Ali məqamlı rəhbərin çıxışı ilə İranlı diplomatların rəftarında. Məsələn, bəziləri ola bilər, rəhbər buyurur, hər bir çox yerdə deyir ki, müzakirənin faydası yoxdur və doğru sözdür. Amma cənab Ərakçı gəlir, o da deyir, müzakirənin faydası yoxdur, qaliba. Bütün sistem deyir ki, müzakirənin faydası yoxdur. Amma Trump necə ki, Trump və onu idarə edənlər bölüblər orada, yaxşı polis, pis polis rolunu oynayırlar. Məsələn, bir iddəsi İrana müraciət edilir ki, vuracaq bu dəlidir. Yaxşı polisdir güya. Amma bu tərəfdən Trump pis polis oynayır. Gah rollar dəyişir, gah Trump özü həm yaxşı polis olur, ya pis polis. İran da diplomatik arenada o oyunu onlara qaytarıb. Bir də görsən içəridə ali məqamlı rəhbər çıxırdı ki, qardaş, axırıncı çıxışı nə idi? Bütün bölgəsəl olacaq, regional olacaq. Nə bilim, çıxır hərbi komandirlər, hətta bəzi rəsmilər, Milli Məclis, İranın İslami Məclisinin ki, parlamentinin komissiya sədri filan çıxırlar, deyirlər ki, sən müzakirə nədir? Amma Ərakçı deyir ki, müzakirə biz həmişə hazırıq, amma qoyur. Bunlar bu tərəfdə onu bilir ki, Trump çıxılmaz iki yolun arasındadır. Həqiqətən çıxılmaz iki yolun arasındadır. Bunu dəfələrlə demişik. Qayıtsa bir dərd, qayıtmasa ondan daha böyük bir dərd. Ona uyğun, onun o ticarət, tacir taktikasını özünə çeviriblər. Deyir, qardaş, bizim Ərakçı da deyir ki, bəli də, biz müzakirə eləyirik. Bəli, müzakirə eləyirik, amma nə? Bizim şərtlərlə. Məkanı da biz təyin eləyirik. Axı, Türkiyə də istəyirdi hökumət olaraq bulandıq sudan balıq tutsun ki, biz filan belə təşkil eləyəcəyik. Amma qəşəng bir mövqe bildirdilər. İndi müzakirə gəlib ora çıxıb. Daha çətinləşdirib. Müzakirə bu dəqiqə o yerdədir ki, müzakirə məsələsi. Müzakirə edirik deyə İran və cənab Ərakçının məxsusən təkidi, yəni bu diplomatik rəftarları ilə müzakirə edirik deyə Amerikaya rəhbərin sözünü deyirlər. Qələt edirsiniz. Bunu başa salırlar. Çox gözəl dedin, ətraflı izah elədin. Mən istəyərdim ki, təhlildən çox biraz bu son bir ildəki olayları bir yerdə təkrarlayaq. Qaydaq ilk öncə ABŞ-dakı seçkilərə və Donald Trump'ın
seçilməsinə indi il yarım təxminən öncə. Gəldi və gəldiyi gündən belə bir iddia ilə gəldi ki, mən dünyanın hegemoniyam, mən dünyanın gücüyəm və bu dünyada mən idarə edəcəm. Bu sözlə gəldi və görürük ki, nə qədər aqressiyanı, nə qədər şiddəti bu insan gələndən sonra dünyada artmağının şahid olduq. İrana qarşı da ilk gündən bir mövqe tutub, təslim olun və bizim dediyimiz eləyin. Təbii ki, İranın da elə birinci gündən cavabı bir şey olub. Müharibə istənsə hazırıq, müzakirə istəyirsənsə yenə də hazırıq. Həm danışmağa hazırıq, həm savaşmağa hazırıq. Hansını istənsə elə eləyək. Danışıqlar başladı. Omanda danışıqlar 5 raund getmişdi və 6-cı raundu bazar günü, tarixi yadımdan çıxıb, bazar günü baş verəcəkdi ki, cümə İsrail qəfil hücum etdi İrana və 12 günlük müharibə baş verdi. Gördük ki, mən müharibənin ilk günlərində idim, mən gəldim onu dedim ki, bu ki Trump sevinə-sevinə deyirdi ki, biz İranlıları aldatdıq. Müzakirə ilə onların başını qatdıq və qəfil hücum etdi onlara, bu taktikaydı. Elə ilk günlərdə dedim bu taktika deyil, bu üzr istəyirəm siyasi fahişəlikdir. Ki, müzakirə adı ilə gəlib qəfil hücum edirlər. Və o 12 günlük savaşın ilk 1-2 günündə o müvəqqəti olan nailiyyətlər əldə etmişdilər. İndi qəfil yaxalanmaq var idi, İran generallarının şəhidliyi var idi və havada müdafiə sistemindən sıradan çıxmağı. Bu yüngül başarıqlar onları sərxoş etdi. Sanki qürurla sərxoş etdi və etiraf etdilər. Ali məqamlı rəhbərin buyurduğuna əsasən onlar 40 ildən sonra açıq-aşkar öz niyyətlərini medialarda yaydılar və bütün dünya göstərdilər. İrana dedilər ki, təslim olun. Mühim bir nöqtədir. Bəli, bunlar 40 il pərdə arxasında deyirlər, amma açıq-aşkarda İran nüvə sənayesindən biz nigaranlıq, İranda insan hüquqları haqqında nigaranlıq, bunların hamısının boş olduğunu və İran təslim olduğunu 12 günlük savaşda açıq-aşkar etiraf etdilər ki, hədəfləri budur. Və get-gedə müharibədə biz gördük ki, bunların ədəbiyyatları dəyişildi. O ilk deyirdilər ki, təslim olun, qeydsiz, şərtsiz. Hətta yadıma gəlir, mənə çox acıq gəlmişdi o müharibənin ikinci günündə. Müharibənin ilk saatlarında özü istəmirlər birinci gündə. Donald Trump deyirdi ki, siz İsraillə başarmısınız, Amerikaya rəzəz oxuyursunuz, İranlılara deyirdi. Get-gedə biz gördük ki, onların ədəbiyyatları dəyişdi, daha hörmətlə danışdılar, Avropalıları verdilər qabağa ki, İranla danışın və sonunda da atəşkəs üçün yalvarmaqlarına bütün dünya şahid oldu. Və 12 günlük müharibə qutardı. İran da öz rəvayətini nəql edir, qarşı tərəfdə öz rəvayətini nəql edirdi bu hadisədən. Sonra bunlar məsələsində ki, biz görürük ki, artıq dosyalar çıxır ortaya. Biz bir şeyi şahid olduq ki, Amerikada hal-hazırda çox gərginlik yaşanır, çox şiddətli şəkildə gərginlik yaşanır ki, deyirlər ki, biz Amerika olaraq İsrailin proksisi olmuşuq. Bunu Amerika xalqı dəhşət qəzəblidir və ona görə bunu deyirəm ki, qeyd etmək lazımdır. Hal-hazırda, indiki mövqedə Donald Trump ayrıdır, Amerika ayrıdır. Yəni, belə bir vəziyyət yaranıb. Və o dediyimiz məsələyə görə ki, İsrail Donald Trump'a təzyiq göstərir kompromatlarla ki, İrana qarşı şiddəti çoxaltmalısan. Çoxaltmalısan necə oldu? İranda hamının bildiyi kimi bəzi iqtisadi böhranlar yarandı, bəzi sıxıntılar yarandı və Doktor Pezeşkiyan İran prezidentinin öz açıqlamasına görə içəridə iqtisadi cərrahlıq baş verir. Yəni içəridə iqtisadi məsələlərin düzəlişi uğrunda bəzi işlər gedəcək. Təbii ki, cərrahlıq, yəni əməliyyatın ağrısı var. Və qiymətlərin qalxmağına şahid olduq, bəzi iqtisadi böhranlar şahid olduq ki, xalq buna dözməli idi. Bunlar gəldilər, bu vəziyyətdən istifadə edədilər. Başarılı şəkildə etiraf etmək lazımdır. Başarılı şəkildə mediada işlədilər və İrandakı gəncləri ixtişaşa dəvət etdilər. İndi bəzi kütlədən bir müəyyən kütlə özləri üçün əldə etdilər bu məsələdə və silahlandırdılar və bəzi içəridə təxribatlarla və o içəridə bəzi insanlar küçələr çıxdılar, etiraz baxımından sonra ixtişaşa çevrildi. Və bütün dünyada bunlar medialarda əks etdirdilər ki, İran daxılır. Bu haqda da danışmışıq. Yenə də yanır. Bəli. Bu haqda da kifayət qədər danışmışıq bundan öncə. Və bütün dünya gördü ki,
İranda böhran yaranıb, bunlar da şişirdilər ki, İran dağılır, hətta yenə başladılar ki, ali məqamlı rəhbər və böyük dərəcələr Rusiya qaçmağı planlayırdılar və belə boş-boş şeylərlə başladılar yenə danışmağa. Amma hal-hazırda mediaların və ekspertlərin dediyinə görə İran özü istəmirdi ki, vəziyyəti, yəni həmən ilk başlanğıcda boğsun. Bunların içəridə bəzi adamları var da, bunu etiraf etmək lazımdır ki, istər silahlı qüvvələrin daxilində, istər polisdə, kəşfiyyatda, bəli, bunların nüfuzları var. Böhran yarandı və bütün dünya gözləyirdi ki, Donald Trump'ın dediyinə əsasən, Mossad'ın öz etirafına əsasən, Netanyahu'nun öz açıq dediyinə əsasən və içəridə ixtişaş yaranından sonra bunlar havadan gəlib vuracaqlar. Havadan vurmalıydılar. Niyə? Çünki bunlar diaqnozu belə qoymuşdular ki, 12 günlük müharibədə məğlubiyyətin səbəbi buydu ki, xalq çıxmadı çölə. Ona görə planı belə qurmuşlar ki, xalq çıxacaq çölə, sonra bunlar vuracaqlar. Bütün dünya gözləyirdi, xüsusən də içəridə ixtişaş edənlər gözləyirdilər ki, İranda qarışıqlıq yaranandan sonra bunlar hücum edəcəklər. Etmədilər. Niyə? Baxın, dediyimiz kimi, bunların içəridə daxildə adamları var. Polisdəki adamlarından soruşurlar. Polisdə böhran hansı dərəcədədir? Deyirlər 0. Necə yəni 0? Hamı öz iş başındadır. Polisə hələ əmri verilməyib ki, müdaxilə elə. Xidmətin tərk edən bir nəfər də olunmayıb. Bəli, qaçan yoxdur. Polisdən ixtişaşçılara qoşulma sayısı 0. İçəridə böhran və stres 0. Hamı təmkinli, hamı səbirli şəkildə əmr gözləyir. Və silahlı qüvvələrdə gərginlik 0. Xidmətin tərk edən heç bir nəfər, hamısı belə kəşfiyyat çox təmkinli şəkildə öz işini aparır. Görürlər ki, yəni vuracam. Nə baş verəcək? 12 gündəkindən daha ağır şəkildə zərbə alacam və biabır olacam. Yəni o medialarda ki, deyirdilər ki, bu 2 gündə ki, dünya deyirdilər ki, İran dağılır, özləri bilirdilər, içərdən referens alırlar bunlar, içərdən bunlar adamları var ki, böhran hökumətin özü strukturlarında 0 idi. Və ona görə də gələ bilmədilər müdaxilə etməyə. İndi bir ABŞ qalıb, özünü dünya hegemonu təqdim edən Amerikadır və prezidentinin vəd etdiyi köməklər və ortada heç nə yoxdur. Nə etməliydilər? Bunlar hücum göstərməliydilər. Ona görə gördük ki, donanmalarını gətirdilər. Təxminən bu dəqiqə ki, biz danışırıq, 20-dən çox gəmi gəlib, 2 təyyarə daşıyan gəmi gəlib və bəli, və görürük ki, qırıcılar gətirirlər, hərbi təyyarələr, kəşfiyyat təyyarələri və pilotsuz təyyarələr də daşıyırlar bölgədəki bütün bazalarını. Obama'nın prezident olduğu vaxtındakı müşaviri X, ya həmən keçmiş Twitter'də bir açıqlama etdi ki, Donald Trump axmaqlıq etdi. Bunu mən demirəm. Obama'nın müşaviri deyilir. Donald Trump axmaqlıq etdi. Şou göstərmək istəyəndə o qədər şounu çoxaltdı ki, indi geriyə çəkilməyə yol yoxdur. O sən dediyin kimi, geri çəkilsən bir dərd, qabağa getsən bir dərd. Və niyə göstərdi? O dediyin kimi, güc tətbiq etmək istədi. İranlıları qorxuzmaq üçün bunları gətirdi ki, İran qorxusun desin ki, hə, nə istənsə edək. İranlılar nə vardılar? Bu donanmaları gətirəndən sonra müharibə istəyən başlayaq. Yəni, bütün ölkə daxili, ali məqamlı rəhbərdən tutmuş, Xarici İşlər Nazirliyi, silahlı qüvvələr, xalqın özünə qədər, xalqın özündə sən özün İranda yaşayırsan, bilirsən. Hal-hazırda gündəm İranda Amerikanın hücumu deyil. Xalq hələ ixtişaşda qalıb. Ki, ixtişaşçıları necə eləyəcəklər? Xalqın əksəriyyətin bu dəqiqə problemi nə Amerikanın hücumu, nə bir şey deyirlər ki, bizim intellektualimizi qoşun. Yəni, içəridə heç bir həyəcan yoxdur. Həyəcan hal-hazırda Türkiyədədir. Həyəcan hal-hazırda Azərbaycandadır. Həyəcan Qətərdədir, Birləşmiş Ərəb Əmirliklərindədir, Yordaniyadadır, Ərəbistandadır. Niyə bilirlər? Nəsə qeydin varsa? Elə söz və qüvvət deyəcəkdim. Yadıma bir şey düşdü. Yadımdan çıxmaz inşallah. Buyur. O deyirsən xalqın, həqiqətən də mən özüm küçədə bazardayam da, indi çöldə söhbət edirik. Əksinə deyərdim. Məsələn, bəziləri ki, tanıyırlar mən söhbət edirik, cavan uşaqlardır, tanışırıq. Məndən də bilirlər bu sahədəyəm. Deyirlər, nə oldu bu? Əksin soruşurlar. Deyirlər, niyə vurmuruq bir kərəmlik bu Amerikanın işini həll eləyək? Nəinki qorxmaq. Daxildə o tələb var ki, biz başlayaq. Əksinə. Deyirəm, yəni həyəcan hal-hazırda bölgədədir. Azərbaycanda, Türkiyədə, Ərəbistanda, Birləşmiş Ərəb Əmirliklərdə. Niyə? Çünki İran gəldi ki, müharibə istəyirsə, müharibə edək. Amma
Amma bunu da deyir, 12 günlük müharibəyə mən müharibə demirəm. Mən onu İsraili cəzalandırmaq adını qoymuşam. Şapalaq etdir. Bəli, mən orada müharibə eləyəcəksə regional, yəni hal-hazırda İranda müharibə otağında ki, Xatəm briqadası kimi adlandırır, qərargahı kimi adlandırır daha doğrusu. Bu müharibənin bütün senaryoları hazırdır və adı da Cəhənnəm müharibəsidir. Bu müharibənin adı İranın müharibə otağında Cəhənnəm müharibəsidir. Yəni bütün regionu o da alova çəkəcək İran. Heç bir şeyə diqqət eləməyəcək. Türkiyə açıq-aşkar deyil. Bu bir söz var, deyir ki, Yəmənlilər ilk öncə vururlar, sonra deyirlər. İran da deyir ki, indidən qardaşlarına üzrxahlıq edirəm, amma vuracam. Yəni Türkiyə də onu deyir, Qətərə də onu deyir, hamıya deyir ki, yəni qonşuyuq, müsəlmansan, birlikdə əməkdaşlarımız var, amma ya Amerikanı öz torpağından bazılarını yığışdır, çıxart çölə, ya da vuracam mən. Ona görədir ki, biz görürük ki, onlar daha çox qorxuya düşüblər. İran gəldi bütün arxaya getmək qapıları, yəni o müzakirəyə bəlkə gedək, bəlkə də elə, yəni o bütün çıxışları bağladı. İlk dəfə idi ali məqamlı rəhbər regional müharibə adı ilə çıxış etdi. Bundan öncə indi təbii ki, İranın o müqavimətlə olan dəstəyini belə mövqe idi ki, biz onlara kömək edirik, niyə üçün onlar bizdən kömək istəyirlər. Amma onların öz daxili və xarici siyasətlərini özləri təyin edirlər. Yəməndə, İraqda, Livanda ilk dəfə idi ki, ali məqamlı rəhbər belə çıxış etdi ki, müharibə regional olacaq. Yəni bütün kartlarla biz oynayacaq. İran Amerikanın əksi olaraq senaryonu yazanda axıra qədər sonun fikirləşir. İlk necə başlayacam, ortada nə baş verəcək və necə bitirəcəm. Amerika onu eləyə bilmir. Niyə? İranın nə varıdı bilmir. İranın bütün hərbi sənayesi, bütün hərbi texnologiyası və silahları yer altındakı, dağların altındakı bazalardadır. Bağlı bir qarpız kimidir. Bilmir hansı raketdən nə qədər var, hansı raketlərdən var, hansılardan yoxdur və s. Ona görə bilmir nə ilə üzləşəcək. 50.000 qüvvəsi var. Platformanın həssaslığıdır ki, onların mənfisini deməyə deyə üst örtülür. 50.000 qüvvələri var burada. 20 dənə gəmi gətirib artıq onlar anladılar ki, bunların heç biri sağ qaydan deyil. Bunu başa saldılar və göstərdilər. Və görürük ki, hal-hazırda onlar müzakirədən danışırlar. Dərhal başqa bir teatr yaratdılar. Bunu mən deyim ki, bütün bu şahid olduğumuz o donanmaların gəlməyindən bu günə kimi və bundan sonraki müzakirələrin hamısı bir teatrdır ki, dünyayı izlətdilər. Bir teatr yaratdılar. Türkiyə özünü elə aparır ki, İran üçün narahatdır. Yəni müharibə olsa İran üçün çox pis olacaq. İran üçün nə pis olacaq? Bunu ilk onca soruşmaq lazım. İranda bütün silahlı qüvvələrdir, xalqdır, hamısı gözləyirlər ki, canlarını bu yolda qurban versinlər. O qarşı tərəfin neçə nəfəri hazırdır ki, İranın sərhədlərini ayaq bassın. Bilirlər nə gözəl olar. Onun üçün gəlməyiblər axı. Bəli, Türkiyə gəldi və özünü elə göstərdi ki, İran üçün və İran xalqı üçün nigarandır, deyir ki, müharibə başlasa 10 milyon qaçqın bizə tərəf gələcək, biz onları neyəcəyik. Güya bunlar ortada özlərin elə aparırlar ki, Amerikadan bunlar istəyiblər ki, danışıqlara gəlsin. Amma danışıqlara onlar belə başladılar ki, Türkiyədə olacaq və bölgədəki ölkələrin Qətər və Pakistandan dəvət olundu, Birləşmiş Ərəb Əmirliklərindən dəvət olundu ki, bu müzakirələrdə bunlar da iştirak etsinlər və Türkiyədə olsun. İran nə dedi? Dedi ki, gəldin dedim vurmaq istəyirəm. Dedim vur. Vura bilmədin də. İndi gəl oturaq danışıqlara, görün dərdin nədir sənin? Və dərdin nədir? Mən səndən raketlərim haqqında heç bir müzakirə etməyəcəm. Mən səndən cəbhəsinə olan dəstəyimlə heç bir müzakirə etməyəcəm. Hətta deyirlər ki, İran pek də bundan sonra qaldırmasın kosmikə. Onu da mən heç bir müzakirəm olmayacaq və ancaq nüvə zənginləşdirməsi haqqında o da sıfırlanmayacaq. Sadəcə elə bir dərəcədə olacaq ki, nüvə silahını əldə etmək təhlükəsi olmasın. Zaten İran, yəni onsuz da 20 il bundan öncə istəsəydi əldə edərdi. Ali məqamlı rəhbərin açıq-aşkar fətvası var ki, bu silah haramdır və biz bunu əldə etməyəcəyik. Və onlar yenə bir teatr qurdular ki, bəli, Amerika və Trump deyir ki, bölgədəki ölkələrin xahişinə görə bəli biz müzakirə razıyıq. Şou qurmaq istəyir. Gəlib deyir ki, mən Omanda. Niyə Omanda? Çünki
12 günlük savaşdan qabaq ki 5 raund getmişdi, Omanda baş vermişdi. Və yenə orada baş verəcək həmən söhbətin davamı. Təzə bir söhbətim yoxdur sizdən. Sizin də bizimlə təzə bir söhbətiniz ola da bilməz. Güc mövqeyindən danışır burada İran İslam Respublikası. İcazə verməyək kimsə aldatsın ki, İran burada qorxdu. İran güc mövqeyindən danışır. Deyir, sən məndən təzə bir söhbətin ola da bilməz. Harda dayanmışsa oradan da davam edəcək. Sən sanksiyaları götürəcəksən aradan, mənim neft satışıma da problem yaratmayacaqsan, mən də nüvə zənginləşdirilməsin o təhlükəli zonadan aşağı aparacam. Başqa bir hadisə də baş verməyəcək. Yəni hal-hazırda biz gördük ki, burada yeni bir tarix yazıldı. Biz görmüşdük ki, ABŞ-a hədəliyən olmuşdu başqaları, istər Rusiyadan, Medvedev olsun, Putin özü olsun, ya Çindən hətta görmüşdük. Onlara qarşı meydan oxuyan da görmüşdük Əfqanistanda və s. yerlərdə. Onları bu dərəcədə təhqir edib sındıran məncə ilkidir. Necə ki, onların bazalarına qarşı ilk və ikinci hücum yalnız və yalnız İran İslam Cumhuriyyəti tərəfindən baş verib. Çox gözəl bir nöqtədir. Elə zehnimdən o keçirdi, istəyirdim onu deyəm ki, bu sındırmaq siyasəti seçib elə bil İran. İndi biz efirdir. Biz özümüz özlüyümüzdə oturanda elə mən sənlə də ya bu ayrı qardaşlarla da bu sözü təkrar edirəm özümdə. Ki soruşanda ki nə olub, vəziyyət nə idi? Deyirəm heç nə, İran məsxərə eləyir. Onları məsxərə eləyir. Həqiqətən bilirsən, sındırmaq niyə görə xoşuma gəldi bu söz? O ki deyirsən, hərbi baxımdan 2-ci Dünya müharibəsindən bu yana Amerikaya birbaşa hücum edən İrandır. Bu heç. Amma bir də var diplomatik sındırası. Bu da ayrı bir görüntüdür ha. Hərbi görə müxtəlif səs-küy, hərbi adətən məsələn biz insanlar baxır ki, səs-küy, hərbi, nə bilim bomba partladı, o nə bilim qırıcı göndərdi, bu raket atdı, bu səs-küylü olur, görək kim utdu. Belə insanlar bilmir axı əksərən nə məsələdir. Amma biri də var ki, diplomatik baxımdan, hərbi baxımdan gücünü göstərəsən, məcbur eləyəsən diplomatikada sən deyən olsun. Məsələn, o Türkiyəni Türkiyədə yox, biz istəyən yerdə neytral Omanda olacaq. 2, sən deyirdin bu qədər iştirakçılar gələcək, nə bilim, ərəb, xeyr, onlar olmayacaq. 3, sən mənə əvvəldən şərt qoyursan, raket olmasın, nə bilim, İsraili tanı, filan elə, bunlar yuxuda da görməyəcəksən. 4, mən sənə şərt qoyuram. Deyirəm ki, haqqım var idi, sanksiyalar, pulların, dondur. Onları ver, praktiki və əməli. Ondan sonra üstün gəl oturaq. Yəni ona görə mən əvvəldə dedim ki, sadəcə olaraq İran bunu göstərir ki, müzakirə edək, amma etməsək ondan yaxşıdır, belə deyək də. Bunu göstərir, sadəcə mədəni şəkildə deyir ki, mən istəyən olacaq bundan sonra. Sən deyirdin, müxtəlif siyasi arenada şov göstərirdin. İndi elə bir şov göstərmirsən. O da, mən sənə deyim, sən bayaq dedin, Barack Obama'nın müşaviri dedin. Bəli. O ki deyir, şovunun həddini aşdı. Burada İranın ona qarşı oynadığı siyasət də çox mühim idi. Bilirsən harada? Bir nöqtəyə toxundun ki, bunu bir neçə dəfə podkastda danışmışıq biz. 12 günlük ya bu sui-qəsd hadisələri olsun, terror hadisələri olsun, İran necə onu qabağa buraxdı? Xislətin bilir onunla oynayır. Bilir axı boş adamdır ruhiyyəsi. Ruhiyyəsi boş adamdır da bu adam. Həm 12 günlükdə, həm son hadisələrdə neynədir? Biraz işi buraxdı qabağa. Bilir axı, görən kimi sevinəcək. O sevindi, Netanyahu sevindi, atlandılar, düşdülər, İran dedi, dilindən yazılı izahat aldım. Ondan sonra başına döndərdi, vurdu. Ondan sonra vurdu. Yəni, bunun bu dəfəki indiyə qədər şousuna ifrata vardırmaqda o Barack Obama'nın müşavirinin dediyi kimi İranın siyasətləri bais olub. Əvvəl onu sevindirdi, buraxdı. Sevindirəndən sonra təkəbbürlü və içi boş adamın başına qapazı vurandan sonra, sevincindən sonra və dünyada prestijisini andan sonra görür ki, qıraqdan baxırlar, fitə basıblar məni. Bu dəfə şounu niyə ifrata verir? Əsəbindən. Əsəbləşib buna görə.
Yenə də deyirəm, o Trumpın o ticarətin yolları kitabındakı taktikası ki var, qarşı tərəfə ya əsəbləşdir, ya stresə sal ki, düşünüb təhlil edə bilməsin və ticarətdə desin hər şey, eyb yox, nə istəyirsən verirəm. Axır ki, təhlil edə bilməsin. O siyasəti döndərdi Trumpın öz başına. İran diplomatikası döndərdi onun öz başına, onun özü əsəbləşdi. Özü əsəbləşdi. Mən də misal vurdum, o yumurta döyüşü kimi. Hey döyüşür, bu bir yumurtadır, bərkdir. Gələni sındırır. Amma gələn bir dənəsi çıxır qabağına, hey vurur, görür, sınmır, özü zəifləyir. Özü artıq parçalanma gedir. Bu dəqiqə, bu hadisələr, əlbəttə, lazım olsa gələn podkastda toxunarıq, istəmirəm formatın çox uzun olmasın deyə. Sadəcə İran bundan sonra, yenə də deyirəm, çox cüzvi əgər ehtimal versək ki, onlar çaşsa, İran sadəcə 2 iş görsə kifayət eləyir. Hormuz boğazı, Hörmüzçü deyirlər. Bir də biz yadıma gəlir 2 dənə, 3 dənə podkast getdik Birləşmiş Ərəb Əmirliklərində. Birləşmiş Ərəb Əmirlikləri 5 dənə qovşaq, mühüm qovşaq rolu var Birləşmiş Ərəb Əmirliklərində. Amerika üçün gələn şeydə vaxt olsa danışarıq onda, açarıq inşallah. O qovşaqları var, o 5 dənə qovşağı. Elə Hörmüz boğazı ilə o qovşaqlara İran qalan yerlər lazım deyil. Balaca pualarla falan o, sən deyirdin, avara qalmış göydə yol nazmış. Onlarla 1-2 dənə yerə toxunsa, divin şüşədəki canı misalı bu olacaq. Tamamilə elədir. Bir şey də demək lazımdır. Həqiqətən İranın diplomatiyası və İranın diplomatik sürdüyü stratejiyanı ki, əsas 2 fiqur var burada. Bir doktor Larijanidir və doktor Ərakçidir. Həqiqətən onları alqışlamaq lazımdır. Bu möhtəşəm idarə etdiklərinə görə. Yəni, dünya ilə bunlar tək başına idarə edirlər və dünyanın hegemonun öz istədiklərini məcbur edirlər ki, qəbul etsin. Və izləyicilərə qeyd etməsiəm, əgər kimsə onların haqqında nəsə bir pis bir şey demək istəyirsə və onların mənfi cəhətlərini kiməsə göstərmək istəyirsə, 100% bilsin ki, o düşmən tərəfindən xətta. Çünki bunlar diplomasiya ərsəsində hal-hazırda generallarla ki, ali məqamlı rəhbərin tapşırığı ilə vuruşurlar. Mən bir neçə bir şey demək istəyirəm bu danışıqlar haqqında. Biz bir də gördük ki, Axios xəbər agentliyi tərəfindən bir şou göstərildi. Hansı ki, özün biabır elədi bu xəbər agentliyi. Müzakirələr dayandırıldı. Ləğv olundu və neftin qiyməti biraz qalxdı ora-bura. Güya ki, İranın şərtlərinin Amerika qəzəblidir. Və sonradan yenidən xəbərlər yayıldı. Doktor Ərakçinin Twitterindən sonra ki, müzakirələr öz yerindədir, cümə günü baş verəcək və Omanda baş verəcək. Dedilər ki, bəli, üzündən oxuyuram, yenidən müzakirələr quruldu. Səbəbi isə Ərəb ölkələrinin Trumpdan istəyidir. Yəni ki, bunlar güzəştə edir. Biabr olurlar axı bu ortada. İvrit xəbər agentlikləri deyirlər ki, Trumpın geri çəkilməyi, artıq heç kim demir ki, Trump burada güzəştə getdi. İvrit medialar birbaşa yazırlar ki, Trumpın burada geri çəkilməyi, önəmli bir sözdür burada işlədir, Ayətullah Xameneini daha da gücləndirir. Axios yenidən yazır, dünən axşam olan hadisələrdə tərtiblə deyirəm bu zamanla. Trump Ərəb dostlarına hörmət olaraq qəbul etdi bunu. Gözünü sudan çıxarsın. Bəli. Və sonradan Axios ali məqamlı rəhbərin bir əzəmətli şəklini paylaşaraq deyir ki, bəli, müzakirələr Omanda baş verəcək və yalnız uran zənginləşdirməsi haqqında. Hətta nə oldu elə? Əvvəldən biz deyən idi. Bəli, elə biz deyən oldu. Sonra yenə İvrit mediaları yazırlar ki, Trump müzakirələrin İran dediyi qaydada qəbul etdiyi vaxt elə bu müzakirələr və bu danışıqlar ucuzdur. Yəni məğlubiyyətə ilə başlamamış məğlub oldu. Sonra bütün dünyada mən baxdım, bəlkə bir 15-dən çox mötəbər agentliklər yazırlar ki, İran öz hərbi gücü ilə Amerikaya istədiyini təhmil etdi. Məcbur etdi öz istədiyini eləsinlər. Sonra görürük ki, Haaretz jurnalı xəbər agentliyi Siyonistlərin ən böyük və ən məşhur olan xəbər agentliklərindən biridir. Deyir ki, artıq o zaman çatıb ki, Trump və onun
diplomatlarına danışıqlar üçün bir şans verək. Bəs nə oldu? Siz bu qədər kompromatlar yayırdınız. Siz bu söhbəti ki gördük ki, niyə idi? Danışıqlara getmə İranla. Təzyiqi artır. Trumpa qarşı idi. Amma yəni gördük ki, artıq burada iflasa uğradı və bu danışıqların nəticəsi nə olursa olsun, sadəcə bir şeydir ki, Trump vəziyyətdən çıxmaq istəyir. Trumpın müavini dünən axşam, biz bugünkü danışırıq, dünən axşam bir müsahibəsi var idi. Orada əslində gileylənir. Deyir ki, Donald Trump bu dəqiqə telefonu götürsün, Rusiya prezidentinə zəng eləsin. Cavab veriləcək. Çin prezidentinə zəng, dünyanın hər hansı bir ölkəsinin başlarına zəng eləsə, cavab verəcək. Amma İranda prezident heç nədir, heç kimdir daha doğrusu, önəmli qərarda. Qərarları rəhbər verir. Niyə Trump İran rəhbəri ilə zəngi birbaşa danışa bilmir? Bu vəziyyəti mürəkkəbləşdiriblər. Biz rəhbərlə birbaşa danışmaq istəmirik. Rəhbərlə nə danışmaq istəyir? Rəhbərə yalvarmaq istəyirsən ki, bir iş də olub da mən gəlmişəm, indi mənə bir imtiyaz ver, mənə bir nailiyyət ver, mən burada balaca da olsa bir şey əldə edim, çıxım gedim də, mən bu da dünya hegemoniyam mən. Və yalvarmaq istəyir rəhbərə ki, rəhbər onları hətta yalvarmağa belə layiq görmür. Niyə? Bunu bir dəfələ dedim İsrail gün, bir daha deyəcəm və nə qədər ki ömrüm var, inşallah Allah ömür versin, deyə bilim bunu. Ali məqamlı rəhbərimiz tarixin ən murdar və ən çirkin məxluqları ilə və fiqurları ilə savaşır. Bu kompromatların hamısı onu göstərdi və elə bu çəkiliş başlamamışdan öncə sən çox gözəl vurguladın ki, heç vaxt batillə haqqın arasındakı o fərq bu qədər aydın olmamışdı və heç vaxt bu qədər yol açıq olmamışdı. Sanki axirət zamanda elə bir ilahi bir məsələdir bu ki, insanlara höccəti tamamlayır. Bəli. Bəli, 100%. O rəhbərlə, o xəbər məndə axşam idi deyəsən, dünən axşam idi, o xəbər çıxdı. Vance idi, müavini. Orada elə iltimas eləyir, bir növ. Deyir ki, elə bir biraz cilə eləyir də, küskündür də, da indi biz biabır olmuşuq. Bu nədir? Bu deyir Trump, Rusiya, Xi Jinpingdir o, Çinin prezidenti ilə Rusiya. Və deyir bu, Ayətullah Xameneyi, ali məqamlı rəhbərlə də deyir bu, nə oldu? Onunla danışa bilmir birbaşa. Amma bir məsələ var, o deyirsən yalvarmaq. Bu yaxınlarda Trump belə deyək də adamlarından göndərmişdi. Bilməm 12 günlükdən sonra idi ya o dövrdə idi ya ki namə göndərmişdi birbaşa rəhbərə verilsin. Hə. Rəhbər onu nə etmişdi? Hətta özünə əlinə tutmağa belə layiq bilmədi ha. Bu yaxın 12 günlük məsələdə hə. Bir dəfə o Yapon gətirdi nazir, naməni qoydu altına oturdu üstündə, rəhbər qəbul eləmədi. Bu dəfə naməni rəhbər dedi ki, bilməm, əraqçı idi ya, kim idisə orada. Deyib ki, sən aç oxu gör nədir, cavabını verərsən. Yəni, Trump bilsən şovmendir deyə, vəziyyət o yerdədir ki, görür ki, bəzilər deyir ki, balans dəyişib, İran rəhbər indi bu dəqiqə daha sevimlidir, dünyada Trumpdan yuxarı. Əvvələn ki, bu yanlış müqayisədir. Rəhbər Trumpla müqayisə olunmur. Rəhbər Trumpı arxada oynadanlarla müqayisə oluna bilər. O, batil qüvvənin mərkəzi ilə. Bu bir. Ki, o batildir, bu həqdir, bu cür müqayisə. İkincisi, bu ona görə yanlışdır ki, balans dəyişməyib, balans elə bu idi. Sadəcə biz dediyimiz, bu təkid elədiyimiz məsələ, İranın diplomatik gücü və strateji səbri işi o yerə çıxartdı ki, haqq üzə çıxdı, göründü ki, dünyada balans əslində çox qışqıranlarda deyildi. Çox zərzibada deyil balans, nə bilim ki, medialarda deyil. Bunu göstərdi strateji səbri ilə və diplomatik, gözəl həqiqətən diplomatikası ilə ki, inşallah möhkəm də qalar belə. Bundan göstərdi ki, bütün dünya gördü ki, yox, bu deyil. İndi bu həqiqət ortaya çıxıb deyə, bu Trump müavini ya özü ki deyir, mən Ayətullah Xameneyi ilə niyə danışa bilmir filan. Trump kiçikliyinin ortaya çıxdığını, təkəbbürlüdə axı heç nə yoxdur, ortaya çıxdığını gördüyünə görə müavininin ağzı ilə bu sözü yaymaqla göstərmək istəyir ki, yox, mən tərəzidə Xameneyi ilə bir həddiyəm, mən onlarla danışmamalıyam. Gördü, yox.
Cənab Ərakçı onun dalıyca çıxdı, bir dənə də çıxış elədi ki, yəni bilirsən nə var? Nə demək istəyirsən? Sən dinləyin, ya müharibə eləyirsən. Gördü, o sınır və rəhbər heç cavab vermədi bundan sonra. Buna heç rəhbərin heç dəftəri, ofisi də tweet də vurmadı. Ondan sonra əsəbindən yenə başladı bir dənə söz atmağa. Yo, elə sözü atdı, əsəbləşdi. Dedi ki, Ayətullah Xamneyi gərək çox narahat olsun. Gördü, o Ayətullah Xamneydən səs çıxmır. İstiraq özünü ondan bir balansda göstərsin. Tez muavininin ağzı ilə, mən səndən bir şey istəyərəm, qorxaram, sənə özüm gəlib birbaşa müraciət eləyəm. Bir nəfəri köməkçimdən zaddan əl altımı deyərəm ki, sən Allah ki, bir dənə ağzın yoxla gör nədir. Mən getsəm məni vuracaq. Eyni həmin vəziyyətdədir, amma qırağa nə göstərirəm? Media. Yaşıl pərdə ayrı şeydir, reallıq ayrı şeydir. Aktual aləmlə virtual aləmin fərqi bugün geniş surətdə üzə çıxır və gələcək döyüşlərin həlledici rolu, mərkəziyyəti olacaq bu süni intellekt məsələsində də bu qədər qabardırlar ha. Bu qabartmaqları da onların öz əksinə dönəcək. Çünki insanlar artıq o qədər yalan, həqiqət bilib yalan da biləcəklər ki, insanlar bezəcəklər. Necə ki, artıq Qərbin bugün Amerikanın 50 ştatından 46-sında vəziyyət çox xarabdır və kritikdir. Axı bilsən necədir? Orada bunu da nəzərə almaq lazımdır. Demokratlar heç elə respublikaçıların daxilində, maqaçıların daxilində hal-hazırda yarı Trump'ı nifrət edirlər. Öz dəstəsində yəni. Bəli, yəni öz dəstəsində belə hal-hazırda onu qəbul etmirlər. Əsasən də odur. Yəni bilir ki, 50 itki versə növbəti qarşı durmada 50 minin demir, 50. Yəni hazırlığı yoxdur onun üçün. Və bilir ki, bu onun sonuna gəlib çata bilər. Yəni hər halda bu elə bir məngənə vəziyyətinə salıb İran həm hərbi gücü, həm diplomatik gücü ilə paralel elə bir məngənəni sıxlaşdırıb ki, bu nəticəsiz müzakirədə olsa, nəsə bir media şou göstərib geri çəkilmək istəsə də, yaxın gələcəyə bir neçə aya Amerikanın bu daxili sosial bazası ki, dağılır və məsələlərində qabardırlar. Ehtimal var ki, böyük ehtimalla Trump'ı ya məhkəmə qarşısına çıxardalar. Çünki artıq fiqur çox pis yandı. Bəli. Dəhşət yandı. Elədir. Amma bir şey də deyək, o kompromatların bugünkü vəziyyətdə çıxmağın haqqında bir qeyd etmək istədim. Mənim öz şəxsi təhlilim budur bu məsələdə ki, İsrail tərəfindən yayılmağında artıq burada, yəni Mossadın əlinin olmağında heç bir şübhə yoxdur. Artıq hamı, bütün dünya bunu bilir. Niyə görədir? İranın ABŞ-ı məcbur İranı tərəf göndərməkdir. Buraxma, bu hərbi fəaliyyətləri çoxaldı və şiddəti çoxaldı. Niyə? Çünki İsraildə artıq bu qənaət var və bu nəticədən gəliblər %100 ki, əgər bugün İranın qarşısını ala bilməsələr, çox yaxın bir gələcəkdə dizlərini yerə qoyub yalvarmalıdırlar ki, İran onlara aman versin. Əgər bir qeydin varsa buyur, yoxdursa da... İnşallah. Əziz izləyicilər, paylaşmaqla, abunə olmaqla bizə dəstək ola bilərsiniz. Dünyada və regionda baş verən son hadisələri və xəbərləri həqiqi, senzurasız izləmək istəyirsinizsə, Bulaq Xəbər Telegram kanalında izləyə bilərsiniz. Əməkdaşlarımız bu videonun altında linkini qoyacaqlar. Üzv olmaqla və onu da paylaşmaqla bizə 2 qat daha çox dəstəyinizi bildirə bilərsiniz. Sağ olun, Allah'a emanet. Allah'a emanet olun.